Bu tipli sualları işləməyə öyrənməmiş imtahana girmə. Abituriyentlərin çətinlik çəkdiyi növbəti bir sual tipinə baxırıq. Bu sual tipinə oxşar sual tiplərini biz müxtəlif mühitlərdə elektrik cərəyanı bölməsində də görə bilirik. Fərq nədən ibarətdir? Burada bizdə reostat verib, sürgüsünü sağa sürüşdürüb, müqavimətini azaldıb. Ancaq ki, orada da yarım keçirici verir, temperaturunu artırır, müqavimətini azaldır və yaxud da ki, temperaturunu azaldıb, müqavimətini artırır. Bizdə bu sualın şərti, ancaq mahiyyət olaraq eyni tip suallardır. Bu sualın şərtində gərginliyi sabit verib, reostatın sürgüsü sağa sürüşür, yəni R1 müqaviməti azalır. V1 və V2 voltmetrlərinin göstəricisinin necə dəyişdiyini soruşur. Deməli, bu ardıcıl birləşmə olduğuna görə U bərabərdir I vurulmuş R1 plus R2 yaza bilirik. Deməli, burada bizə deyir ki, R1 müqaviməti azaldı. R1 müqaviməti azaldısa, gərginlik sabit olduğuna görə bizdə cərəyan şiddətinin yeni qiyməti artmış olacaq. Deməli, indi yazanda ayrılıqda yazacaq ki, V1 ilə V2-ni ayrı-ayrı görə bilək. U bərabərdir I yeni vurulsun R1 yeni plus I yeni vurulsun R2. Voltmetrin ikinci göstəricisi artmış olacaq. Nəyə görə? Çünki I yeni artdı, R2 dəyişmədi. Abituriyentlərin əksəriyyəti səhvi burada edir elə. Voltmetrin ikinci göstəricisinin dəyişmədiyini yazırlar, ancaq ki, R2 dəyişmədiyinə görə. Ancaq ki, cərəyan şiddəti artdığına görə artmış olur. İndi keçirik birinci voltmetrə. Birinci voltmetrdə R1 müqaviməti azalmış olduğuna görə voltmetrin göstəricisi də azalacaq. İndi abituriyentlər burada belə bir sual verir. Deyirlər ki, müəllim, bəs biz dedik axı, yeni cərəyan şiddətinin qiyməti artdı, R1 isə azaldı. Biri artıb, digəri azaldığı halda ola bilməz ki, onların qiyməti geçsin əvvəlki ilə eyni qiyməti olsun və yaxud da ki, I-nin artmış olması voltmetrin birinci göstəricisində artırsın. Xeyr, heç vaxt ola bilməz. Niyə? Çünki riyaziyyatın artıq qanunudur. Deməli, biz burada R1-i 2 dəfə azaltmışıqsa tutaq ki, I 2 dəfədən daha az dəfə artacaq. Yəni, yerinə ədədlər qoyub baxa bilərsiniz əslində. Fərqli ədədlər qoyub. Məsəl üçün, bura 10, bura 2, nə bilim, burada fərqli bir toplananları yerləşdirib, birini 2 dəfə azaldanda buradakı vuruğun 2 dəfə artmadığını, 2 və yaxud da ki, daha çox dəfə artmadığını, yəni 2 dəfədən daha az dəfə artdığını görəcəyik.